İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Allah şəhidlərimizə rəhmət eləsin. O vaxt bildiyiniz kimi Laçın rayonunun kiçik bir hissəsi döyüş meydanında azad edilmişdir. Laçının cənub hissəsi. Ancaq əsas hissə Ermənistanın təslim olmasından sonra azad edildi. Bir güllə atılmadan həm Laçının əksər hissəsi, Kəlbəcər, Ağdamın böyük hissəsi Ermənistan tərəfindən məcburən bizə qaytarılmışdır. Və ondan bu yana Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmağa başlamışdır. May ayı sizin üçün bayram ayı olacaq. İki qat, həm müstəqillik bayramı, həm bəyliyə qayıtdığınız gün. Amma may ayı Laçınlar üçün faciəvi ay olmuşdur. Məsələn, may ayında Laçın işğala məruz qaldı. Şuşa işğalından 10 gün sonra. O böyük bir faciə idi, böyük bir bəla idi həm sizin üçün, həm bütün ölkəmiz üçün. Çünki məhz Laçının işğal altına düşməsi ondan sonraki müharibədəki uğursuzluqlarımızın təməlini qoydu. Çünki Ermənistanla o vaxtki Dağlıq Qarabağ bölgəsi coğrafi nöqteyi nəzərdən birləşdi. Mənfur Laçın dəhlizi açıldı, hansı ki indi yox oldu. Artıq uzun illər Laçın-Xankəndi yolu var, Laçın dəhlizi tarixdə qaldı. O vaxt bilirsiniz, yəni o dövrü yaşayan insanlar yaxşı bilir ki, Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. Hakimiyyətə can atan o vaxt AXC Müsavat cütlüyü xəyanət, satqınlıq etmişdir. Və torpaqlarımızın işğal altına düşməsində onların böyük mənfur payı var. Məhz Laçın işğala məruz qalandan bir ay sonra onlar öz istəklərinə nail olub hakimiyyətə gəldilər. O da ölkəmiz üçün böyük bəla gətirib çıxarmışdır. Hakimiyyətə gəlmək üçün torpaqları satmaq, düşmənə təhvil vermək böyük cinayətdir, böyük xəyanətdir, satqınlıqdır, qorxaqlıqdır. Amma o artıq tarixdə qaldı. O tariximizin qara səhifəsi çoxdan bağlandı. Azərbaycan bugün bütün ərazisində öz suverenliyini bərpa etdi. May ayı bundan sonra ancaq bayram ayı kimi olacaq. Sizin üçün, bizim hamımız üçün. Bizim... Dəmir yumruq sayəsində. Allah dəmir yumruğumuzu var. Sağ olun. Bizim gözəl tarixlərimiz var, gözəl bayramlarımız var. 18 may Laçının işğal günü, 8 may Şuşanın işğal günü, onlar artıq qaldı tarixdə. Siz yaxşı bilirsiniz ki, işğal dövründə Laçınlar, Şuşalılar, digər rayonlardan olan insanlar hər il işğal gününü matəm kimi qəbul edirdilər. Hər il onların dərdinə bu əlavə, dərd əlavə edirdi. Amma artıq o günlər yoxdur. Bizim indi 8 noyabr günümüz var, Zəfər günü, bizim 26 avqust günümüz var, Laçının azad olunması günü və Laçının günü kimi qeyd olunur. 23 aprel var, o vaxt ki Laçın istiqamətində biz öz sərhədimizə sahib çıxdıq və bizim sərhədimizdə yerləşənləri kənarlaşdıraraq artıq mənfur Laçın dəhlizini də nəzarətə götürdük. Və təbii ki 20 sentyabr, bu da bizim böyük zəfər günümüzdür. Bir günlük antiterror əməliyyatı nəticəsində separatizmin kökü kəsildi, Ermənistan ordusu tam təslim oldu və artıq yeni dövr başlamışdır. Və bütün dünya bununla hesablaşmağa məcbur oldu. Baxmayaraq ki, hələ
həm 2-ci Qarabağ müharibəsi zamanı və müharibədən sonra 23-cü ilin sentyabr ayına qədər müxtəlif xarici idarələrdən müxtəlif məkirli təşəbbüslər irəli sürülürdü. Heç birinin əhəmiyyəti olmadı. Çünki bax dediyiniz kimi dəmir yumruq var. Təbrik edirəm. Xoşbaxt yaşayın. Cənab mən ailəm adından, Bəylik kəndi adından sizə böyük minnətdarlığımı bildirirəm, təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Sizi canı könüldən deyirəm, Allah Azərbaycan xalqının üstünə əksik eləməsin. Mehriban xanımla qoşa yarın, qoşa yarın, var olun. Teşekkür ederim. İndi də gözəl bir mərasimə başlayaq bayram ərəfəsində. Bizim üçün iki qat var.